Pul qazanmaq artıq çox daha asanlaşıb. İnsanlar yatdığı yerdən belə pul qazana bilir. Bu zarafat deyil. Gördüyünüz üzərə bu dayı uzanır, yatır, canlı açır, saatlarca 15-16 saat canlıda olur. Saatlıq açdığı yayına görə, izlənmələrə görə pullar qazanır. Yəni nə qədər izlənsə də o qədər pulu artır, azalır. Bu dayda 2 günə yaxındır canlıdaymış. Buradan görürəm və canlısına baxıram ki, bu adam nə edir? Velosiped sürür, motosiklet sürür, yatır. Yəni qəribə bir yaşayışdır. Boxerı ilə də, qırmızı boxerı ilə də soğanı doğrayır. Yəni dayı qəribə bir ucubə həyatı yaşayır, amma insanlıq hər şeyini artıq paylaşmağa başlayıb. Ha, bu yaxşı mənada paylaşım deyil. Bu xoş olmayan bir paylaşımdır. Bu xanımsa yenə yatır, yaşayır, Esselamu Aleyküm içir, ve hər şeyini Rahmetullahi ve yəni Berekatuhu. 7-24 burada paylaşırlar və gördüyünüz üzərə saatlarca paylaşırlar. Bir gün, tam gününü canlı paylaşır və izlənmələrə görə təbii ki də pullar qazanır. Yəni həyatımız günü-gündən dəyişir. İnsanlıq artıq pul qazanmağın asan və bəlkə də qorxutucu yollarını tapır. Hər anını paylaşır, paylaşır. Yəni illər öncə belə bir şey yox idi. İnsanlıq öz digər ərazilərdə nə olduğunu bilə bilmirdi, amma indi hər kəs nə olduğunu bilir. Və bu da yatıb. Ona görə də bu 2 dəqiqəlik videoda sadəcə rahat pul qazanmağı öyrəndik.